Deməli, bura bizim şagirdin evidir. Deməli, Sumqayıt şəhər 45 nömrə tam orta məktəbin şagirdləridir. 4 şagird təhsil alır məktəbdə. Onların ailə şəraiti çox acınacaqlıdır həqiqətən. Çünki intensiv yağan yağışlardan sonra evin içini su basıb. Hətta gördüyünüz kimi su hələ də həyətdə var. Kanalizasiya daşıb. Ailə çox çətin vəziyyətdədir. Yəni təcili bu ailəyə Füzuli rayon İcra Hakimiyyəti Aliyevə məktubla müraciət eləmişik. İnşallah ki, müsbət bir cavab verər. Və bu kanalizasiyada olanda kimsə gəlib açıb buranın suyu, yoxsa özünüz kimi? Yox, özümüz qonşularla bax böyle açmışıq. Mənim o yağışdan sonra bütün hamısı bizim evin içində, bam içəklərə. Heç kim gəlmir də. Yox, gəliblər, baxdılar, qayıtdılar, getdi. Heç kəs yavaşmadı. Evin sənəti yoxdur da, gecə qondu. Bəli, yox, sənətsiz deməli. Başa düşdüm. Dediyim kimi, aynı müraciət elədik. İnşallah görək, müsbət bir cavab gələcəksə inşallah ki, alınar. Yəni, sizə də dəstək olarlar. İnşallah.